Bir nəfər dayanıb güzgün qabağında. Təzə paltar da alıb. Dayanıb özünə baxır. Giyinib, saçını düzəldib, nə bilim. Hər şey qaydasında, səliqəli dayanıb baxır. Sonra keçib bir də dayanıb baxır. Biraz bu təzə paltarın bir xüsusiyyətlərindən biri budur. O çıxır bayıla elə bir ki, hamı bilir ki, bu təzə alıb. Görə çüz demir də. Sən bilirsən də, sən təzə paltar, hamı bilmir axı. Ona görə bir niyə demirsən, çox mübarəkdir. Nə bir cəmaət sənin paltarında nə işi var? Nəsə, gəldik oradan bura. Dayanmışsan güzgün qabağında. Qəşəng paltarı, səliqəli, təzə almışsan, saçın qaydasında. Güzgüyə əksin düşüb. Bu şairanə danışıram da belə, ədəbi dillə istəyirəm deyim. Şəkil düşüb ara güzgü. Güzgü neynəsin indi? Özü ilə fəxr eləsin. Yox, güzgü anlayır ki, indi belə deyək. Bu ona aid deyil, onundur. Sadəcə məndə əks olunub. Bəli, orada o əks var. Yoxdur deməyəcəksiniz. Amma mənim deyil. Mən o çəkicə yoxam. Hə, razısan? Bir də belə getdi, yoxdur. Həmənki vəziyyətə qayıtdı. Hələ odur da sən demə. Məndə nə olub? Əks olunub. İnsan dayanır Allahın huzurunda bax bu cür. Diqqət edin. Bu baxışla ənədən əsər əlamət yox.